Ay sağ ol, belə deyən. Bura uzaq. Bu nədir? İnsanın yediği her bir şey onun yerli məhsulu. Bu Şirin baba olmalı, bu Mahmud baba olmalı. Ay. Salam, hər birinizi xoş gördük. Dublbaz verilişinin ilk buraxılışında. Mən Elvin Paşa və bugünkü qonağımız Hilal Əlizadədir. Xoş gəlmisən Hilal. Dublbaz zor Xoş ya. gördük. Bir neçə variant düşünmüşdük. Hoqqabaz, dublaj qonağı. Ən axırda bir birləşmə oldu dublbaz kimi. Ağza da partlayır ha söz, hə? Dublajla bundan əvvəl məşğul olmusan hardasa ya səsləndirmə eləmisən? Yox ya. Yox əşi. Birinci dəfə Ha, olacaq. birinci dəfədir. Ona görə düşündüm ki, birinci bir isim olsun. Sürpriz olsun deyə sənin videolarından sözlər seçmişəm. Oradakı cümlələrdən. Birinci personaj budur. Yəqin ki bilirsən. Eşşək. Bu biraz belə çox şən, biraz da tupoy fason olmalıdır da. Bunun hamısının adı bir-birinə oxşayır. Çıxıb, qımıqıb. Bir dənə baş samiti dəyişirsən və salam. Nə bilim belə. Məncə biraz da belə o effekti versən, həmin o eşşəyin səsi effektini. Bunların hamısı adı bir-birinə oxşayır. Çıxıb, qımıqıb. Bir dənə baş samiti dəyişirsən və salam. Belə də. Məncə yaxşıdır, yaraşır bu Hamısına da. eyni şey alınacaq məndə. Yo, burada başqa personajlar var. Bu məsələn biraz yaşlı səsidir. Şirinlərdən Şirin baba personajı. Şirinlərin özündə baxmısan ona. Uşaqlığım mənə oynayır. Orada danışığında hardasa ağzınızı yoxlayın. İnsanın yediği her bir şey onun yerli məhsulu. Bu Şirin baba olmalı, bu Mahmud baba olmalı. Şirin babanın özündə səs budur. Şirin qız. Bu biraz da həm də dingirimçə personajdır. O da var da biraz. Bunun elə bir dənə videosunu tapmışdım. Özü Şirin qıza patxoda edirdi. Yəni onu göstərmişlər cizgi filmin özündə. Onu da dublaj eləmişdi. Bir dənə də istsən yoxla. Ağzınızı yaxalayın. İnsan yediyi hər bir şey onun yerli məhsulu olmalı və vətənpərvərlik enerjisini bərpa etməlidir. Mən bəyəm tərxəşməyəm sizlə elə-belə danışıram. Məncə qəşəngdir, gedər. Hə, Gedər. məşq eləsəm Yaxşıdır. olar. Yo, olar. Nice. Regular show-dan. Mordecai. Bunun orijinal səsini eşitməmişəm. Türk dublajında baxmışam. Burada bir Rigby var idi, bunun dostu. Aha, Bir də bunun səsi Mordecai. təxmini necədir orijinal? Mordecai'da, orijinalda da elə belə bir şeydir. Benson bu səs tonu ilə. Benson. Sonra rezonatra verir səsi. Qardaşımsan, iş barədə sən danışmada heç olmasa. 6 aydır mənim evimdə yaşayırsan. Oturub yeyəndə də maşallah məndən çox yeyirsən. Axırıncı 100 manatı da almısan ki, güya gedəcəksən prostatı müalicə eləməyə. O da gedib vermisən psixoloqa. İndi də gəlib gic-gic danışırsan mənim üçün. Onlar yox idi. Məncə bu da normaldır. Axırıncı qaldı. Bu da Panda sənin ən çox bəyəndiyin, baxdığın normal səs. Sadəcə iri bir adamdır. İri adamdır. Biraz da belə sinədən, biraz da belə ağır. Biraz burunda olmalıdır səsi ki. Bu səhərdən mənimlə dirəşib ki, gedək xaşiyə, üstündən də araq vuraq. Mən də deyirəm ki, istəmirəm də mən. Mən istəyirəm ki, milkshake içim. Oradakı ən önəmli hissə o idi, milkshake üçün. Milkshake. Ani bir dəyişim olur. Məncə 5 personaj da yaxşıdır. İsinmək üçün kifayət elədi. Elə bu cizgi filmdən davam edirik. Oradan bir səhnəyə. Videolara baxmışdım. Hamısı fəlsəfidir demək olar. Fəlsəfi ilə başlayır, birdən-birə sonluğu elə bitirir ki, gözlənilməz bir sonluqla. Knopla pranik deyirlər də. Çünki insanlara ancaq demagogluq versin qəbul eləməyəcək onu. Məsələn, oturma ancaq fəlsəfi danışıram, ona baxmayacaqlar. Hansı personaj sənə daha uyğundur səncə? Ustadı oynamaq olar. Bu bayaqkilardan Şirin babanın səsinə əslində oxşuyur. Oxşur, amma bunda daha belə boğazdır və daha sakit. Hə? Məncə hə. Onda gəlsən birinci cümlədən elə belə bir dənə başlayaq. Tutaq ki, bu gəldi. Hə, getdim, baxdım, orada heç nə yox idi dedi. Hazırsan? Bəlkə sən heç nəyi görməmsən. Biraz da bunun səsini belə şey biraz daha sol boğuq. Bəlkə Bəlkə sən heç nə görməmisən. Bəlkə sən düzgün yerdə axtarmamısan. Bəlkə sən düzgün olar. Bəlkə sən düzgün yerdə axtarmamısan. Bu biraz yaddaşı da gedib də. Qayıdıb şey üçün. Bəlkə mən səhv demişəm. Ay bu. Sən də mənim sözümlə niyə oturub durursan? öz fikrin yoxdur sənin. Nə istəyirsən? Hə? Canım ağrıyır yeri Orada bir də bir dənə nüans var. Sözü deyir. Ondan sonra pauza. Ondan sonra hə, pauza var cüzi. Orada ağzın belə tərpədir. Marşı. Bunu dedi, bir dənə tək söz. Bu indi buna elə bir söz deməlidir ki, buradan sonra əsəbləşib qışqıra bilsin orada. Ay sincab. Yenotdur nədir? Ay yenot yolda ay sıçay sən nəsən? Bunu sən bir dənə də emosiya ilə əsəbləşir də buna keçir. Əsəbidir buna. Ay Yenot
Bir dənə onu desin, səndən adam olmayacaq. Ondan Onu sonra da bu deyirsən. desin ki, niyə görək ki, bu da desin ki, görmürsən adamdır. Niyə şifu? Ha görmürsən nə sən nə mən adamdır. Ha sən sincabsan mən təsbağa desən. Elə Şey olar ya. Sakitdir, çox belə sakitdir. Ha bu şeydir də fəlsəfist axı bunda şey olmalıdır. Gələ bu çomağı da sənə verirəm. Axırda o DJ-də nə edirəm ki bu çubuğu? Ha, bu da deyəcək. Vaxtı gələndə başa düşərsən. Usta şefer, dediğin yere gittim baktım eşine tapmadım. Sungayt'ta da girmedim deşik kalmadı. Sən lazım olan şeyi düzgün yerdə axtarmamısan. Nətər yana attığın konumdan getmişəm axı. Ay bəlkə mən səhv göndərmişəm. Məzələrsən? Mən qozuyam, sən olmuşda heç bir şey yoxdur sənə. Sən də bir cür gişsən. Boşuna 85 qəpik Sən getdi. başa düşmədin ki, əsas məsələ sənin getdiyin yoldur. Çatacağın mənzil deyil. Hə? Nə yol? Yolda ay sincab, ay dələ, ay Hadi kriz. kurtar da. Səndən adam olmayacaq. Biz onsuz da adam deyilik ki. Ben yavaş tərəfə. Hara gedirsən şefer O usta? səni qırmasın. Məzələnmə də. Əcdadlarımın yanı. Necə yəni? Gələ bu çubuğu götür. İstifadə edərsən. Lazım olacaq sənə. Bu çubuğu neynirəm mən? Usta şefer hara gedirsən? Heç nə başa düşmürəm. Bu çubuğu mən neyniyim? Soxarsan götür. Hə, Hilal necə idi dublyaj eləmək? Maraqlıdır. Çətindir. Hə. Özü bu dəqiqə deyir süni intellektin ən çətinliyi çəkdiyi moment o da. Hə. Çünki emosiyanı ötürə bilmir də. Görüntü uje keçən dəfə eşitdim ki, bu günlərdə baxdığımız materialların akazvetse 40-50% uje AI-də heç xəbərimiz də yoxdur ondan. Uje o qədər keyfiyyətli olur. Elə süni intellektdən söz düşmüşkən, bu yaxında sən də kinoya çəkilmisən. O da Bəli. Maraqlı bir Bəli, filmdir. var elə. Sevərək baxırıq. Uşaqlar, beləliklə Hilal Titanikdə. Baxaq görək nə edib. Uyda. Ona nə bomba gəmidə ala. Görəsən neçə nəfər daşıyır. Hə? Nə gör bizi baxsan. Elə qatıq baxır ki, nətərdir? Hardasan ala? Qardaşın da Titanika girib axı. Oğlum məzələnmə. Gəmi də fuludur da. Qəşəng, maz. Paltelimi arxadan bir dənə ceyran düşür. Dedim elə paltelimi, o dəqiqə paltelədin, amma özü idi ya. Ala bildiyin Shrekin eşeğinə oxşayıram hə. Roza, gəl baxaq görək uzağa kim tüpürəcək. Ana Mixey toxumu eyib deyil ala dənizə tüpürürsüz. Camaat sizdən baxıb nə tərbiyə götürsün. 2 dənə yekə eşşək dənizi mındarlayırsınız. Mədəniyyətiniz olsun. Ay sağ ol belə deyən. Eşidirsən Roza, sən ona qulaq asma. Biraz yaxova aşağı sal. Çəkil görüm ala. Ver bura. Gəl. Əlindən bir iş gəlmir. Roza sol ayağını qaldır yuxarı. Ay sağ ol. Ala siz neyinirsiniz ala? Demirsiniz ki camaatın anası bacısı var. Buranı təmizxanaya çevirmişsiniz da və basın bayrağı. Sən o aradan cırmaq lazımdır. O bro, Nağara da tərsinə ya. Nağara da tərsinədir. Amma Mükəmməldir. mənə tam oxşamır da bro. Yoxsa mən belə uroda Niyə oxşuyur? Urodduğum var ya, amma bu dərəcədə yox da bro. İndi burada biraz yəqin ki cüzi dəyişir. Başım kəlləqənd paçkasına oxşuyur. O nədir qardaşımsan? Ay çəkil görüm ala. Mənim sıram da. Yo, oldu mənim sıram. Belə şey olar, mənim Salam sıram Mələkə. Ay qaqa, birinci arvad uşaq bilmədi axı. Onda sən düş. Belə şey olar, Sir getdi. Get popuşum donur. Narahat olma Roza, kimsə gəlib bizə kömək eləyəcək. Ay qəşəng duzlu qarğıdalı, kim ada, kim Gördün gəldilər. Kömək eləyin, biz buradayıq, kömək eləyin. Qaqaş qarğıdalı istəyirsən? Yox əşki. Ağzı və kinko. Bu nədir? Trash deyə başlanır. Zor da hə. Sonu əsas o idi də. Hə, sonu oydu. Mən daha çox belə şey kinoda görmək istəyərdim. Fight Club zadı. Hə, belə döyüşdü. Növbəti verilişdə onu eləyərik. Ha, inşallah. İnşallah. Yenə çağıracaqsın mənə. Gəlmək istəyirsən məncə. Hə, inşallah. Xoş oldu. Ermin, mən də şad oldum. Mən şad oldum. Məncə doğrudan da alınır səndə dublyaj. Davam edə bilərsən. Bir dəfə elə belə təkrar yoxlayarıq. Olar, Özümüz hə, üçün belə. olar, özümüz üçün Dublyaj bir şey özümüz fikirləşərik. üçün belə paylaşarıq. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirik. Bura qədər baxdınızsa, göz haqqınızı halal edin deyək. Allah razı Çox sağ olun, sağ olun.